Dünyanın inkişaf etmiş ölkələrində fərdi inkişafla bağlı sektor geniş inkişaf edib. Bu sektorun xidmətlərindən yararlanan şirkətlər və fərdi şəxslər mövcud gəlirlərini inanılmaz dərəcədə yüksəldib, gizli qalmış potensiallarını üzə çıxarıb. Azərbaycanda səfərdə olan beynəlxalq nüfuza malik trening təşkilatı Mind Training İnstitutu nümayəndəsi Camal Kondu ölkəmizdə fərdi inkişaf sahəsinə marağın getdikcə artdığını bildirdi. Camal Kondu qeyd etdi ki, hər birimizin bir performansı var, amma bundan lazımı qədər istifadə edə bilmirik. Sürekli elimizdeki potansiyel insanlar bu kadar basit bir şekilde harcanmamalı. Daha kaliteli bireyler ortaya çıkartmalıyız ki bu yaratılış tarzını oluşturan süreçlerle insanlar performanslarını daha iyi kullansınlar. Hem bolluk içinde yaşasınlar hem de ülke olarak zenginleşelim. Azərbaycanda bu sahənin təməlini qoyan və inkişaf etdirən NLP ustadı Babək Bayramov Camal Kondunun keçirdiyi mətbuat konfransında NLP Master Trainer elan olundu. Bu dərəcə NLP treninqləri standartlarına görə dünyada ən yüksək ustalıq dərəcəsidir. Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk Azərbaycanlı oldu. Bunun da əsas səbəbi insanların bu sahədən faydalanmağıdır. Faydalanan insanlar da digər insanlar müşahidə elədikləri üçün onlar da faydalanmaq istəyirlər və bu xidmətlərdən eyni zamanda özlərini təkmilləşdirmək istəyirlər. Çünki hər birimizin ən böyük arzumuz özümüzü reallaşdırmaq, daha rahat bir həyata nail olmaqdır. Mətbuat konfransından sonra jurnalistlər üçün motivasiya seminarı verildi. Qeyd edək ki, Mind Training İnstitut Türkiyə təmsilçiliyi sədri Camal Kondunun Bakıdakı səfəri davam edir və o NLP ustadı Babək Bayramovla birlikdə may ayının 2-si və 3-ü seminar verib. Səfərin məqsədlərindən biri Azərbaycanda fərdi inkişaf sektorunun genişlənməsi üçün imkanları dəyərləndirmək və aidiyyatı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda kütləvi informasiya vasitələri işçilərinin Respublika Həmkarlar İttifaqının qərarı ilə NLP ustadı Babək Bayramov Azərbaycan bayrağı və xalqın nüfuzlu ziyalısı nominasiyaları üzrə mükafata layiq görüldü.